Behaviorizm nəzəriyyəsi ümumiyyətlə mükafatlandırma, yəni stimullaşdırma deməkdir. Operant kətlənmə nəzəriyyəsi gedir. Yəni bu nəzəriyyə ümumiyyətlə müxtəlif adları var. Məsələn, buna həm də Skinnerin nəzəriyyəsi deyə bilərik, Watsondur, Banduradır, Thorndike'dır, Pavlov kimi elə bil ki, bu nəzəriyyəni yazanların adını verə bilərik. Ümumiyyətlə biz bu behaviorizmlə, yəni bütün öyrənmənin növlərini və zehni fikirləri nəzərə alırıq. Var pozitiv gücləndirmə, yəni müsbət gücləndirmə. Bu odur ki, şagird əgər biz istədiyimiz, yəni arzu olunan davranışı göstərirsə, biz onu nəyisə əlavə edirik. Baxın belə deyim. Uşaq deyək ki, tapşırığı yaxşı yazıbdır. Biz ona gülümsüyürüksə, bu nəsə əlavə etmək deməkdir. Və yaxud da tapşırığı yaxşı yazdığına görə biz ona bir dənə konfet veririksə, bu pozitiv, yəni müsbət gücləndirmədir. İstədiyimiz davranışı həyata keçirdiyinə görə şagirdə sanki nəsə əlavə edirik, veririksə müsbət gücləndirmə, yəni pozitiv gücləndirmə. Pozitiv cəzalandırma odur ki, istəmədiyimiz bir davranışı azaltmaq üçün yenə nəsə əlavə edirik. Bu necə olur? Deyək ki, uşaq sinif qaydalarına əməl etmir, biz onu tənəffüsdə necə deyim, qaydaları oxutduruq. Görürsüz? Qaydaya əməl eləmədiyinə görə tənəffüsdə qaydanı oxuyur. Məsələn, ev tapşırığını eləməyibdi deyə, dərsdən sonra sinifdə saxlayıb ev tapşırığını elətdirirəm. Məsələn, deyək ki, şagird görürsüz, nəsə əlavə edirəm də, ev tapşırığını eləmədi, dərsdən sonra qalıb ev tapşırığını elədi. Qaydaya əməl eləmədimi? Tənəffüsdə qaydanı oxutdum. Yəni pozitiv cəzalandırmada nəsə əlavə edirsən, istəmədiyimiz davranışı göstərdiyinə görə, sanki üstdən bir də əlavə gəlirəm də, cəza kimi gəlirəm. Məsələn, ev tapşırığını eləmədi, cəza dərsdən sonra ev tapşırığını yaz. Qaydaları bilmirsənmi? Dərsdən sonra saxlayıram, qaydanı oxuduram tənəffüsdə. Nəsə əlavə edirəm də. Neqativ gücləndirmə də odur ki, arzu olunan davranışı yaxşı elədiyinə görə nəsə güzəştə gedirəm. Deyək ki, uşaq hər gün ev tapşırığını həmişə düz yazır. Bir dəfə ev tapşırıqsız məktəbə gəldiyi olmayıbdır. Mən o uşağa deyirəm ki, bir dəfə ev tapşırığını yazmadan gələ bilərsən. Və yaxud da ki, il ərzində hər gün dərsə vaxtında gəlibdir. Bir dəfə deyirəm ki, sən məktəbə 2-ci saatdan gəl. Düzdür, şagirdin həmin haqqını əlindən alıram. Amma nəyə görə? Yaxşı davranışına görə. Buna neqativ gücləndirici deyirlər. Sadəcə haqqını əlindən aldığımıza görə sanki onun, deyək ki, məktəbə gəlmə haqqını, bir saat gec gəlmə haqqını əlindən alıram da. Yəni, deyirəm, get dincə və yaxud da tapşırığı, yay tapşırığından azad edirəm yaxşı davranışına görə. Yay tapşırığı haqqını əlindən alıram, amma yaxşı davranışına görə. Neqativ cəzalandırma isə odur ki, istəmədiyimiz bir davranışı görür, ondan nəsə çıxırıq. Deyək ki, uşaq qaydaya əməl eləmir, biz onu tənəffüsə getməyə qoymuruq, tənəffüs haqqını əlindən alırıq. Və yaxud da tapşırığı yaxşı eləməyib, mən də həftə sonu digər uşaqları müzeyə aparıram, həmin uşağı qoymuram müzeyə getsin. Burada neqativ cəzalandırma, çünki həmin haqqı onun əlindən alıram. Nəyə görə? Pis davranışına görə. Neqativ gücləndiricidə yaxşı davranışına görə aldım, amma neqativ cəzalandırıcıda pis davranışına görə aldım. Pozitiv gücləndiricidə yaxşı davranışına görə əlavə etdim, amma pozitiv cəzalandırmada yaxşı olmayan davranışına görə əlavə etdim. Yəni cəza məqsədi ilə. Bu olur behaviorizm nəzəriyyəsi.